Teymur Musayev Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin Səhiyyə Nazirlərinin 5-ci iclasında çıxış edib. Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Səhiyyə Nazirlərinin 5-ci iclası keçirilir. Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Səhiyyə Naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Açılış nitqi ilə çıxış edən Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev tədbirin mahiyyətini vurğulayaraq bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində iki tərəfli və faydalı əməkdaşlıq mövcuddur. Tədbirin mahiyyətini vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans-Henrik Klug iclasın işinə uğurlar arzulayıb. Beynəlxalq tədbirdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamlarının iştirak etdiyini bildirən Qazaxıstanın Səhiyyə naziri Akmaral Alnazarova iclasın uğurlu və səmərəli olacağına əminliyini ifadə edib. İclasda çıxış edən Azərbaycanın Səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını bildirib. Nazir bu ilki iclasda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, habelə davamlı tibbi təhsilin təmin edilməsi sayəsində birgə fəaliyyətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin Teymur Musayev qeyd edib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi təşkilat çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirlərinin 5-ci iclasında yekun sənəd, birgə bəyannamə qəbul edilib. Sənədə əsasən təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qırğızstanda keçirilməsi qərarı alınıb. Həmçinin tədbir çərçivəsində Astana Tibb Universiteti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində anlaşma memorandumu imzalanıb.